gün dünyada tamamilə yeni reallıqlar yaranıbdır və yeni dünya nizamının qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Bu mənada Amerika Birləşmiş Ştatlarının yeni, belə deyək, dünya nizamının qurulması istiqamətində atdığı və götürdüyü siyasi xətt bu gün dünyada sülhün və təhlükəsizliyin dayanıqlı olması, bərqərar olması istiqamətində atılan addımlar və bu addımlarda təbiidir ki, Azərbaycan dövlətinin də, Azərbaycanın da xüsusi yer tutması və bu prosesdə Azərbaycanın da çox ciddi fəallığı əlbəttə ki, ölkəmizin dünyada sülhə və təhlükəsizliyə verdiyi əsas ciddi töhfələrdən biridir. Məlumdur ki, Azərbaycan hələ işğaldan əziyyət çəkdiyi dövrlərdə, Ermənistanın işğalına məruz qaldığı dövrlərdə dünyada və bölgəmizdə sülhün, təhlükəsizliyin əldə olunmasına çox ciddi dəstək verən ölkələrdən biri olubdur və Azərbaycan dünyada sülhsevər, təhlükəsizliyə töhfə verən bir ölkə imicini çoxdan formalaşdırıbdır. Bu baxımdan Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra da hətta 44 günlük Vətən müharibəsindən bugünə qədər keçilən yol zamanı da daim bölgədə sülhə və təhlükəsizliyə çox ciddi töhfə veribdir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının prezidentinin təklifi ilə yaradılan Sülh Şurasına Azərbaycanın da, belə deyək, qoşulması və bu şuranın nizamnaməsinə imza atması əlbəttə ki, çox böyük uğurlardan biridir. Azərbaycanın uğurlarından biridir ki, Azərbaycan bu baxımdan da həm dünyada, ümumilikdə, həm də elə yaxın şərqdə dayanıqlı sülhün əldə edilməsinə çox ciddi dəstək verəcəkdir. Və Azərbaycanın belə bir şuraya qoşulması və bu şuranın təməlinin qoyulduğu dövrdən Azərbaycanın da imzasının dünyanın lider ölkələrinin imzası sırasında atılması təbiidir ki, həm ölkəmiz üçün, həm bölgəmiz üçün, həm də ümumilikdə dünyada sülhün, təhlükəsizliyin əldə olunması üçün çox böyük töhfələr verəcəkdir.